31-ci sualdan başlayırıq. 31-ci sualdan başlayırıq. Bizə verilib kütləsi 40 kiloqram olan neftin həcmini hesablamaq. M bərabərdir. 31-ci sualdan başlayırıq. Kütləsi 40 kiloqram olan neftin həcmini hesablayın. Birinci verilənləri yazıram. M bərabərdir 40 kiloqrama, yəni kütlənin qiyməti 40-a bərabərdir. Neftin sıxlığı isə 800 kiloqram bölünsün kub metrdir. Bildiyimiz kimi sıxlıq sabit kəmiyyətdir. Nə kütlədən, nə həcmdən asılı deyil. Bu üç kəmiyyəti M, rho və üçünü birləşdirən düstur M bərabərdir rho v düsturu. Onu da yadımıza salaq ki, burada kütlənin özü, yəni M, rhodan da, v-dən də düz mütənasib şəkildə asılıdır. Amma sıxlığın özü M-dən də, v-dən də asılı olmayacaq. Dediyimiz kimi, sıxlıq sabit kəmiyyətdir. Həcmə görə buradan düstur alsaq, M bölünsün rho-ya bərabər olacaqdır. Kütlənin qiyməti bizə nə qədər verilib? Yəni, sonuncu mərhələ qaldı bir dənə. Nə? Qiymətləri yerinə qoyub hesablamaq. Kütlənin qiyməti verilibdir 40. Yazıram burada. 40 bölünsün, sıxlıq da 800-ə bərabərdir. 40 bölünsün 800 nisbəti bizə verəcək 0,5 kub metr. Çünki biz heç bir çevirmə etməmişdik hələ məsələyə başlayanda. Bu da bərabərdir 50 litrə. Doğru cavabımız olacaqdır B variantı. İkinci suala baxırıq. Hansı hərəkətdə cismə təsir edən qüvvələrin əvəzləyici sıfıra bərabərdir? Yəni, F əvəzləyici bərabərdir sıfıra. Bildiyimiz kimi, biz Newtonun birinci qanunda keçəndə bunu dəfələrlə vurğulamışdıq ki, əvəzləyici qüvvənin sıfıra bərabər olması üçün cisim ya sükunətdə qalmalıdır, yəni heç bir hərəkət etməməlidir və yaxud da ki, düzxətli, bərabər, sürətli hərəkət halında olmalıdır. Bu iki şərtdən biri ödənməlidir. Variantlara baxıram ki, düzxətli, bərabər yavaşlayan, bu aid olmayacaq, çünki yavaşlayan təcili hərəkətdir. Bərabər yeniləşən təcili hərəkətdir. Çeviri üzrə bərabər sürətli hərəkət uşaqlar. Bunda siz çox çaşırsınız. Bu da təcili hərəkətdir. Niyə görə bəs çeviri üzrə bərabər sürətli hərəkət təcili hesab olunur? Ona görə ki, orada sürətin qiyməti sabit qalsa da istiqaməti dəyişir. Əyri-xətli bərabər sürətli hərəkətdə aid olmayacaq. Doğru cavabımız Y variantı. Düzxətli bərabər sürətli hərəkətdə, yəni vektor V bərabər konstant olanda əvəzləyici qüvvənin qiyməti sıfıra bərabər olur. Vektor V konstant o deməkdir ki, sürət həm qiymət, həm də istiqamətcə sabit qalır. Bu da oldu 32-ci sual. Baxırıq 33-cü sual. Sırf nəzəriyyə sualdır. Yəni, burada artıq siz hazır düstur bilməlisiniz. Yer səthindən h hündürlükdə qravitasiya sayısının intensivliyi hansı ifadə ilə təyin olunur? J qravitasiya sabiti, böyük M yerin kütləsi, R isə yerin radiusudur. Uşaqlar, bu sizi bəzən çaşdırır, balaca M-lə böyük M. Uşaqlar, bunların hər ikisi kütlədir. Sadəcə olaraq bir dənə özünüz də məntiqlə düşünün də. Planetlərin kütləsi, yerin kütləsi, bunlar balaca M-lə verilmək, adi cismin kütləsində balaca M-lə versə, yerin kütləsində, planetin kütləsində balaca M-lə versə, biraz məntiqi cəhətdən düzgün deyil. Amma böyük M-də, balaca M-də hər ikisi kütləni ifadə edir. Müəyyən bir hündürlükdə, müəyyən bir h hündürlükdə qravitasiya sayısı intensivliyin düsturu J vurulsun böyük M bölünsün R plus h-ın kvadratına bərabərdir. Doğru cavabımız olacaq C variantı. Müəyyən bir hündürlükdə, yəni deyirik yer səthindən h hündürlükdə, yəni müəyyən bir hündürlük dediyim budur. Yer səthindən müəyyən bir h hündürlükdə. Ağırlıq qüvvəsinin düsturu isə belə ifadə olunacaq. J vurulsun böyük M vurulsun kiçik M bölünsün R plus h-ın kvadratına. Bu iki düsturun demək olar ki, forması eynidir. Bir dənə fərqli cəhət nə oldu? J h-ın düsturunda, yəni qravitasiya sayısı intensivliyinin düsturunda balaca M yoxdur. Yəni, bax, bu yolla yadınızda saxlaya bilərsiniz. Yəni, ona görə deyirəm ki, sırf nəzəriyyə sualıdır. Bu da oldu 33-cü sual. Baxırıq 34-ə. Yer səthindən hansı hündürlükdə sərbəst düşən cismin uçuş müddəti 3 saniyədir. Bizə verilibdir nə? Uçuş müddətinin nə qədər olduğu 3 saniyə və J-nin qiyməti verilibdir. Söhbət necə hərəkətdən gedir? Sərbəst düşən cismin hərəkətindən, yəni sərbəst düşmə hərəkətindən. Sərbəst düşmə hərəkətində mən mövzu izahında tərifini də yazdırmışdım ki, sizə cismin havada başlanğıc sürətsiz düşməsidir. Və T-nin düsturu olacaq. T bərabərdir kök altında 2H bölünsün J düsturu olacaq. Düzdür?
Qeyd edirəm ki, 2h bölünsün j. Biz burada nəyi tapmalıyıq? Hündürlüyü. Deməli, gətirib yerinə qoymaqla hesablamayın uşaqlar. Bilirsiniz nəyə görə deyirəm? Gətirib yerinə qoyub hesablayanda siz istərsəniz bəzi hallarda səhv cavab ala bilərsiniz. Ona görə də əsas məsələ düstur çıxarmaqdır. Deməli, sağ tərəfi kökdən azad eləmək üçün hər iki tərəfi kvadrata yüksəldirəm. T kvadratı bərabər olur 2h bölünsün j-yə. Buradan da 2h bərabər olur j vurulsun t kvadratına, h da bərabər olacaq jt kvadratı bölünsün 2. Gətirib qiymətləri yerinə qoyuram. 10 vurulsun t 3 idi, kvadratı eləyir 9 bölünsün 2. Bu da nə verəcək? 45 metri. Deməli, bu cisim 45 metr hündürlükdən sərbəst düşübdür. Doğru cavabımız olacaqdır A variantı. Bu da 34-cü sual. Bir dənə tək bu düsturla getdim. Düşürə müddətinin düsturu t bərabərdir. Kök altında 2h bölünsün j. Baxırıq 35-ci suala. Kütləsi 5 kiloqram olan cisim üfüqi səth üzərində sükunətdədir. Yəni demək istəyir ki, hərəkət yoxdur da burada, düzdür? Dayaq tərəfindən cismə təsir edən reaksiya qüvvəsinin qiymətini hesablayın. Uşaqlar, reaksiya qüvvəsi endən işarə olunur. Bir də yeni 8-ci sinif kitablarında uşaqlar reaksiya qüvvəsini erlə də işarə edirlər. Bu sizi çaşdırmasın. Bəzi hallarda fərqləndirmək üçün erlə də işarə edilir. Yəni birdən görsəz verər reaksiya qüvvəsi er, onu səhv olaraq qəbul etməyin. Erlə də işarə ola bilər yeni kitablara əsasən. Reaksiya qüvvəsinin düsturu ağırlıqla çəkin düsturun eynidir. N bərabər mj-dir. Ağırlıq qüvvəsini burada göstərsək, məsələn, ağırlıq qüvvəsini belə göstərə bilərəm. Cismin kütlə mərkəzinə tətbiq olunur. Reaksiyada hər zaman ağırlığın əksinə yönələ bilir. Və reaksiya qüvvəsi yadınıza saxlayın. Dayaq askı məsələsi reaksiya qüvvəsində yoxdur. Reaksiya qüvvəsi cismin özünə tətbiq olunur. N bərabərdir. Kütlə nə qədərdir? 5. J-nin qiyməti nə qədərdir? 10. 5 vur 10 olacaq cavabımız 50 Newton. Doğru cavab D variantıdır. Verilənləri də əvvəldə yazsaq daha yaxşı olar. N bərabər 5 kiloqram. Veriləni yazmaq məsələni yarıya qədər həll etmək deməkdir. Bunu unutmuruq. Bu da 35-ci sual. Sırf baxın, bir dənə düsturla getdim. Bir şey yaxşıdır ki, reaksiya qüvvəsi, çəki, ağırlıq. Bunlar üçü də bir-birindən demək olar ki, tamamilə fərqlənən qüvvələrdir. Amma hər nədirsə üçünün də düsturu eynidir. Yəni bu biraz asanlaşdırır işinizi. Siz sırf onların fərqlərini öyrənə bilirsiniz, təriflərini öyrənə bilirsiniz. Uşaqlar, tərif olaraq da deyim ki, reaksiya qüvvəsi cismin özünə tətbiq olunur, çəki, dayağa və askıya tətbiq olunur, ağırlıq qüvvəsi cismin kütlə mərkəzinə tətbiq olunur. 36-cı suala baxırıq. Şaquli yuxarı atılmış cismin maksimal qalxma hündürlüyünün başlanğıc sürətdən asılılıq qrafiki hansıdır? Deməli, şaquli yuxarı atılmış cisim hansı nöqtəyə qədər maksimal qalxa bilirsə, həmin nöqtə maksimal nöqtə adlanır, yəni maksimal hündürlük adlanır. Maksimal qalxma hündürlüyünün düsturu V0-ın kvadratı bölünsün 2J olduğunu nəzərə alsaq, maksimal qalxma hündürlüyü başlanğıc sürətin qiymətindən kvadratik asılıdır. Uşaqlar, kvadratik asılı olmaq nə deməkdir? Yəni, başlanğıc sürət tutaq ki, 2 dəfə artırsa, h maksimalın da qiyməti 2 dəfə artacaq desək, bu səhv olacaq. Axı, kvadratik asılılıqdır. V0 artırsa, h maksimal da artır öz yerində, amma V0-ın kvadratı qədər. Məsələn, mən başlanğıc sürəti V0-ı 2 dəfə artırsam, bu h maksimalın 4 dəfə artmalı deməkdir. Davam edirik. Bu da oldu 36-cı sual. 37-yə baxırıq. Kütləsi 5 kiloqram olan cisim şaquli aşağı istiqamətdə, altından xətt çəkirəm, deyəcəm niyə? 6 metr bölü saniyə təcrüblə hərəkət edir. Bu cisim havanın göstərdiyi orta müqavimət qüvvəsinin qiymətini hesablayın. Yəqin ki, bu orta müqavimət qüvvəsi anlayışını birinci dəfədir bəlkə də eşidirsiniz. Çünki biz tanış olmuşuq müqavimətlə reaksiya, amma orta müqavimət qüvvəsinin adını çox çəkməmişik biz, düzdür? Birinci verilənləri yazıram. M bərabərdir 5 kiloqrama. A bərabərdir 6. Mən bayaq nəyə dedim? Veriləni yazmaq, məsələni yarıya qədər həll etmək deməkdir. Çünki bəzi şagirdlərimiz var ki, məsələnin içərisi, məsələn, şərtini oxuyur, anlayır hətta. Amma veriləni yaza bilmir. Yəni, hansı kəmiyyətdə nə ilə işarə olunduğun, vahidi nədir? Yəni, bunları dəqiq şəkildə bilmək lazımdır. Şaquli aşağı istiqamətdə yönəlir dediyinə görə düsturun belə olacaq. F bərabərdir. M vurulsun. J minus A. Burada gətirib F-i biz tapmalıyıq da, düzdür. Müqavimət qüvvəsini də elə bil ki, gətirib yerinə qoyuram. 5 vurulsun, 10 çıxılsın, 6. Bu da eləyəcək nə qədər? 20 Newton. Bu artıq olacaqdır bizim nəyin qiyməti? Müqavimət qüvvəsinin qiyməti. Orta müqavimət qüvvəsinin qiyməti. Bu da 37.
Baxıram 38-ə. Cismin səthə göstərdiyi təzyiq qüvvəsi 6 Newton. Yazıram FT. F indeksdə T nəyi bildirir? Təzyiq qüvvəsini. Sürüşmə sürtünmə qüvvəsi isə 3 Newtondur. Fs və yaxud da ki F sür, belə yazıram, yəni sürtünmə qüvvəsinin qısaldılmışı 3 Newton olarsa, cisimlə səth arasındakı sürtünmə əmsalını hesablayın. Mü bərabərdir. Sual. Mü adlanır uşaqlar sürtünmə əmsalı. Yadımızda salırıq, nə deyirdik həmişə bunun haqqında? Adsız kəmiyyətdir, vahidi yoxdur. Sürtünmə qüvvəsinin düsturunu mən dərs izahında da demişdim ki, bunu iki cür yaza bilirdik. Mü vurulsun N və yaxud da ki F sürtünmə bərabərdir. Mü vurulsun F təzyiq. İndi biz təbii ki, ikinci düsturdan istifadə eləməliyik. Çünki reaksiya qüvvəsi anda burada çəkilməyib. Baxmayaraq ki, nəticə itibarilə eyni bir formada olan bir düsturdur. FT-yə görə buradan düstur alsaq, FT, F sürtünmənin müyü olan nisbətidir. Gətirib qiymətləri yerinə qoyub hesablayıram. FT 6-dır. Müyünün qiyməti nə qədər veribdir? Müyünün qiyməti verilmir. Biz müyünü yox, müyünü tapmalıyıq daha doğrusu. Amma F təzyiq artıq verilib. Baxı, F təzyiqə görə buradan düstur aldıq. Yaxşı, müyə görə düstur alsaq, bunun qiyməti artıq məlumdur. Müyə görə buradan düstur alsaq, müyə görə düstur alındı. F sürtünmə bölünsün, F təzyiqə bərabər olmuş olacaq. Yadınıza gəlir, test toplusunda belə məsələlər var idi. Təzyiq qüvvəsi sürtünmə qüvvəsinə məsələn 25 dəfə böyük olarsa mü nəyə bərabərdir və yaxud da ki, əksi. Burada həllini yazsam, mü bərabər olacaq, son mərhələm qalır. Ona görə həmişə diqqət eləmək lazımdır ki, bizdən nəyə soruşur? Biz indi əlavə olaraq FT-yə görə də düstur aldıq, onu da öyrənmiş oldunuz. Yəni, F sürtünmə nəyə bərabər idi? 3-ə, F təzyiq nəyə bərabərdir? 6-ya. Deməli, bizim sürtünmə əmsalının qiyməti olacaq nə? 0.5 nə? Heç nə. Sadəcə 0.5. Çünki niyə? Mü adsız kəmiyyətdir və vahidi yoxdur. 38-ci sualda bu da. Baxıram 39-a. Hansı cihazlardan istifadə edərək rezin çubuğun sərtliyini müəyyən etmək olar? Deməli, biz yadımıza salırıq hansı düsturu? Kx bərabərdir F elastiklik düsturuna. Elastiklik qüvvəsində keçdiyimiz K yayın sərtliyidir, X isə yayın uzanmasıdır. Bunlarla tanış olmuşduq. Sərtliyə görə buradan düstur alsam, F elastiklik bölünsün X-ı, düzdür. Ayrıca mən demişəm ki, məsələn, filan cihazın köməkliyi ilə sərtliyi və yaxud da ki, təyin etmək olar. Düzdür, deməmişik bunu. Baxıram mən bunun düsturuna. Düsturda nə var? F elastiklik bölünsün X. F elastiklik nədir? Qüvvədir. Qüvvəni hansı cihaz ölçür? Dinamometr. X nədir? Uzanma. Məsələn, biz bunu yaydan nümunə göstərmişdik. Yaydan asılan cismin, bax, yay nə qədər uzadırsa ona deyildi X. Təbii ki, kütlə artdıqca uzanma da artırdı. Yayın uzanmasında təbii ki, biz xəttkeş vasitəsilə təyin edirik. Deməli, dinamometr və xəttkeş vasitəsilə mən rezin çubuğun sərtliyini müəyyən edə bilərəm. Doğru cavabımız olacaq 1 və 3. Əslində bu sual asandır. Çünki saniyə ölçənin heç bir önəmi yoxdur. Bir dənə məntiqi cəhətdən fikirləşin. Rezin çubuqdur. Onun sərtliyini tapmaq üçün mənim saniyə ölçən nə işimə yarayacaq? Heç bir işimə yaramayacaq. 40-a baxırıq. Kiçik deformasiyalarda verilmiş yayın sərtliyinin onun uclarına tətbiq olunan qüvvədən asılılıq qrafiki hansıdır? Yadımıza salırıq nəyə? Deformasiya nəyə deyilirdi? Xarici qüvvənin təsiri ilə cismin forma və ölçülərinin dəyişməsinə deyilirdi. Əsasən biz deformasiyanın uşaqlar bir çox növləri var. Gərilmə deformasiyası, sıxılma deformasiyası. Biz əsasən iki növünə ayırd edirdik. Elastiki deformasiya, bir də plastiki deformasiya. Deyirdik ki, əgər xarici qüvvənin təsiri kəsiləndən sonra cisim öz əvvəlki forma və ölçülərinə qayıda bilirsə, bu elastiki deformasiyadır. Yox, əgər xarici qüvvənin təsiri kəsiləndən sonra öz əvvəlki halına qayıda bilmirsə, bu isə plastiki deformasiya sayılır. Və biz bütün bu haqda deməli danışmışıq elastiklik qüvvəsində, düzdür? Kx bərabərdir F elastiklikdir. Burada K-ya görə düsturu alıb uşaqlar F elastiklik bölünsün X şəklində deməyin ki, K F elastiklikdən düz asılıdır. Mən mövzu izahında da bunu həmişə vurğulayıram ki, K-nın özü nə F elastiklikdən, nə X-dan, delta L də verilə bilər bunun yerinə mütləq uzanma, nə M-dən, heç birindən asılı olmayacaq. Deməli, doğru cavabımız olacaq Y variantı. K-nın özünə məxsus düsturu var ki, bu düsturla biz danışırıq birinci hissənin ən sonuncu bölməsində. Bərk cisimlərin xassələrini keçəndə K bərabərdir Y vurulsun S bölünsün L0. Burada böyük Y adlanacaqdır Young modulu.
S en kəsiyinin sahəsi, E0-da isə məlum məsələdir ki, başlanğıc uzunluqdur. Delta L-nə bir dənə mütləq uzanmanın düsturunu yadımıza salaq. L çıxılsın L0, yəni son uzunluq çıxılsın başlanğıc uzunluq.